Salam əziz və dəyərli müdavimlərimiz, hər birinizi xoş gördüm. Necəsiz? Ümid edirəm ki, yaxşısınız. Mən Həsənova Nərmin. Bugün sizə çətin tipli, imtahan tipli olan həmin o ümumi sınavımızın mətnlərinin izahını vermiş oluram. Mətin 1, gördüyünüz kimi belə bir fərqli mətnimiz var. Bugünə qədər olanlardan biraz daha fərqlidir. Gəlin baxaq mətnimizə. İkinci Dünya Müharibəsi zamanı Almaniyanın məğlubiyyətini sürətləndirmək üçün müttəfiqlər Qərbdən Avropaya daxil olmaq planı hazırlamışdılar. Məlumata görə planın əsas məqsədi ilə 6 iyun 1944-cü ildə Normandiya sahillərinə geniş miqyaslı desant əməliyyatı keçirildi. Əməliyyat Overlord adlandırıldı və uzun müddət öncədən detallı hazırlanmışdı. Müttəfiqlər Almanların diqqətini yayındırmaq üçün saxta planlar yaymış, hətta kukla tanklar düzəltmişdilər. Almanlar əsas hücumun başqa yerdən olacağını düşünürdülər, plan hədəfi yayındırdıqlarına görə. Hava şəraiti pis olsa da hücum qərarı verildi. Alman komandanlığı isə həmin günün hücum olmayacağını güman edirdi. Elə həmin vaxt Field Marshal Rommel ailə ziyarətində idi və ordunun hazır olmaması müttəfiqlərin işini asanlaşdırdı. Normandiya əməliyyatındakı əldə edilən uğur müttəfiqlərin Avropada irəliləməsinə şərait yaratdı. Bu həm uzun müddətli planlaşdırmanın, həm də bəzi təsadüfi amillərin nəhayəti idi. Mətnə əsasən uyğunsuz fikirləri müəyyən edin. Gəlin baxaq. 1. Planın nəticəsidir. 2. Təsadüfün nəticəsidir. Normandiya əməliyyatının uğurla həyata keçirilməsi. Burada Normandiya əməliyyatının uğurla həyata keçirilməsində planın böyük rol var idi. Çünki onlar əvvəlcədən plan həyata keçirmişlər onun uğurla həyata keçirmək üçün. Yəni burada planın nəticəsi kimi götürə bilirik. Çünki hətta deyir Normandiya əməliyyatındakı uğurlar müttəfiqlərin Avropada irəliləməsinə də şərait yaratdı. Yəni razıyam burada. Hava şəraiti də həmin gün yaxşı olmadı. Bəzi şansdan olan talihsizlər də var idi. Amma bütün detalları ilə əməliyyatı fikirləşmiş, nə şəkildə irəliləyəcəyini, adlandırılan, hətta əməliyyata ad belə qoymuşlar. Əsas nələr etmək detallı şəkildə lazımdır. Yəni bu planın nəticəsi idi ki, Normandiya əməliyyatı uğurla həyata keçirilməyi. Nə qədər işin içində şans da daxil olsa, yəni bu bir planın nəticəsi idi. Əvvəldən bunun planı hazırlanmışdı. Ona görə biz planın nəticəsinə də uyğundur deyə bilərik. Yəni bax bu tiplərdə diqqətli olun. Əgər qoysaq ki, yalnız planın nəticəsidir. Bax planın nəticəsi kimi qoya bilirəm. Amma desəm ki, yalnız plan nəticəsində həyata keçirildi, bu zaman yanlış olar. Çünki orada şansın da gücü çox idi. Sadəcə əsasən bununla bağlı plan hazırlanmışdımı? Detallı şəkildə hər şey nəzərə alınan bir plan var idi mi uğurlu olmaq üçün? Var idi və planın nəticəsi kimi götürə bilərəmmi? Bilərəm. Müttəfiqlərin Rommelin olmadığı barədə aldığı xəbər. Bu yanlışdır. Belə bir xəbər almamışlar. Bu bir şanssızlıq idi. Müttəfiqlərin, yəni Rommelin həmin an orada olmamağı digər tərəf üçün. Amma bu bir xəbər almaq söhbəti bunlarda yox idi. Aha, elə diqqətli olun. Bir dəqiqə şərtdə bizdən uyğunsuzluqları istəmişik. Ona görə uyğunu götürmürük, uyğunsuzu götürürük. Rommelin indi təsadüfün nəticəsini axtarmalıyıq. Hücum günü orduda olmaması, bax bu həqiqətən də fikir versəniz, təsadüfün nəticəsidir. Həmin an özü də bilmədən, yəni Alman komandanlığı həmin gün hücumun olmayacağını güman edirdilər. Onların ehtimalları belə idi. Elə həmin vaxt Field Marshal Rommel də ailə ziyarətində idi və onun orada olmamağı planlı şəkildə deyildi. Təsadüfən belə bir hadisə baş vermişdi, üstə düşmüşdü. Bu təsadüfün nəticəsidir, uyğundur. Almanların diqqətini yayındıran saxta planların varlığı təsadüfün nəticəsi deyildi, planın nəticəsidir. Planlı şəkildə əlavə yalançı uydurma planlar hazırlamışlar, hətta kukla tanklar və s. Ona görə 2 və 4 uyğunsuz olanlardır. Bu hissələrə cavabımız olur B variantı. İndi həmin mətndir deyə mətni yenidən oxumuruq və keçirik görə bu dəfə bizə nə istəyir? Aha, deməli, burada bizdən yekun hissədə hansı normalar pozulub? Yekun hissəmiz buradır. Gəlin görək hansı normalar pozulub. Normandiya yox, elə digər hissələrə diqqətli baxsanız Normandiya yazılır bu söz. Ona görə bu elə fonetik normadır. Bir dənə fonetik götürək. Əməliyyatındakı bu tipli sözlərdə həmişə demişəm ki, bilin ki, bu söz belə yazılsa da bu qrammatik norma pozuntusudur. Qrammatik leksikdən əvvəl gəldiyinə görə elə bir dənə də qrammatik norma götürək, başqa varmı baxaq. Müttəfiqlərin Avropada irəliləməsinə şərait yaratdı. Bu həm uzun müddətli planlaşdırmanın, həm də bəzi təsadüfi amillərin nəticəsi idi.
nəticəsi idi. Belə yazılmalıdır. Burada amillərin nəticəsi idi. Yəni nəhayət sözü nəticə sözündən yerinə görə bir-birinə bəzən yaxın mənalı təşkil etsə də burada yerinə oturmur. Bu məsələn bəzi təsadüfi amillərin nəhayəti yox, nəticəsi daha düzgün yerinə oturur. Bu söz sadəcə orada tam yerinə oturmur. Burada onun nəticəsi idi yazılsa daha doğru olacaqdır. Həm də leksik norma pozuntusu olduğuna görə cavabımız olacaq Y variantı. İndi yenə həmin mətnimiz, yəni Miqdə 2024-də də iştirak edənlər bilirlər ki, 3 mətn, falan 4 mətn bəzən ya 3 mətn, bir mətn üstündə 3 sual belə ola bilər ki, məsələn bir mətnə aid 3 dənə sual qoyula bilər və başqa-başqa sual olur. Mətndə başqa gözlə baxırsan həmin an mətnə. İndi gəlin görək nəyi soruşur. Dırnağımızda cümlə verib, bu planın əməliyyatda əsaslı şəkildə rol oynayacağını düşünən müttəfiqlər işi şansa buraxmayacaqlarına və hər məqamın incəliklə düşündüklərinə əmin idilər. Bu cümlə hansı abzasa artırılsa, abzasdakı digər cümlələrlə məna əlaqəsi güclü olar. Bax, burada çoxları necə çaşa bilər? Plan hazırlamaq barədə birinci abzasda da danışmışdılar, razıyam. İkinci Dünya müharibəsi zamanı Almaniyanın məğlubiyyətini sürətləndirmək üçün müttəfiqlər Qərbdən Avropaya daxil olmaq üçün planı hazırlamışdılar. Burada deyir, amma daha detallı şəkildə hər şeyi danışdığı bir cümlə mənə lazımdır ki, axı mənə burada bildirir ki, artırılsa, bax burada deyir ki, hər məqamı incəliklə düşünən, yəni detallı şəkildə danışmaqdan söhbət gedir. Planı detallı şəkildə ortaya qoyuluşundan söhbət getməlidir. İkinciyə daha çox uyğun gələcək birdənsə. Nəyə görə? Bax, üçdə də normalda plan haqqında danışır burada da, amma məlumata görə planın əsas məqsədi ilə iyunun falan tarixində sahələrinə geniş miqyaslı desant əməliyyatı keçirildi. Əməliyyat overload adlanılırdı və uzun müddət öncədən detallı hazırlanmışdı. Yəni digər haqqında planla əlavə planlar yaymış deyir. Yəni bu uyğun olmur, nə qədər plan sözü keçsə də. Amma sırf detallı hazırlanmağı barədə danışmağı ilə hər məqamın incəliklə düşündüklərinə əmin idilər fikrini orada uyğunlaşdırmalısınız və bu cəhətdən ən uyğunu 2-yə artırsan daha çox məna əlaqəsi güclü olacaq. Cavabımız olacaq 3-də B variantı. 20-ci əsrin sonlarında Sovet İttifaqında ciddi siyasi və iqtisadi böhran yaşanmağa başladı. Mərkəzi planlaşdırma sistemi ölkənin iqtisadi inkişafını ləngidir, əhalinin rifah səviyyəsi isə günü-gündən aşağı düşürdü. 1985-ci ildə hakimiyyətə gələn Mikhail Gorbaçovun həyata keçirdiyi perestroika və glasnost siyasətləri ölkədə islahatlara yol açdı. Lakin bu siyasətlər gözlənilən nəticəni vermədi və böhran daha da dərinləşdi. 1991-ci ilin avqustunda baş verən uğursuz çevriliş cəhdi xalqın narazılığını artırdı. Nəticədə dekabrın 25-də Gorbaçov istefa verdi və SSR-nin mövcudluğuna son qoyuldu. Onun yerində müstəqil dövlətlər meydana gəldi. Mətn neçə abzasdan ibarətdir? Gəlin görək, neçə abzasdan ibarət olacaq. Bu tiplərdə daha diqqətli olmaq üçün həmişə sizə dediyim üsulu yerinə yetirin. Belə olanda həmişə hər hissənin bir məna əlaqəsinə baxın. Yeni bir haşiyə çıxılırmı? Və yaxud da bir cümləni o birisindən ayırıb başqa abzas qoya bilmirsənsə, onu həmin abzasa götürmək hissələri. Bax, 20-ci əsrin sonlarında Sovet İttifaqı ciddi siyasi və iqtisadi böhrana Sovet İttifaqında ciddi siyasi böhran yaranmağa başladı. Mərkəzi planlaşdırma sistemi ölkənin iqtisadi inkişafını ləngidir. Bax, iqtisadi böhran yaranmağa başladı. Sonra onun açılışını verir. Hələ bunun ardıdır. Mərkəzi planlaşdırma sistemi, bax, təsəvvürlə burada bir və də qoyub ardını qoya bilərdi. Sadəcə bir nöqtə qoyub. Yəni bu onun hələ ardıdır bu cümlə. Ölkənin, yəni ya vergül qoyar, deyirəm ki, yaşanmağa başladı. Mərkəzi planlaşdırma sistemi ölkənin iqtisadi inkişafını ləngidir. Yəni bir sözdən hələ bu onun ardıdır. Mərkəzi planlaşdırma sistemi ölkənin iqtisadi inkişafını ləngidir, əhalinin rifah səviyyəsi günü-gündən aşağı düşürdü. Hələ ümumi məlumat verir ki, yəni iqtisadi, siyasi böhran baş verdi. Böhran barədə ümumi məlumat verdi. Bu sənin birinci abzasın oldu. Daha elə hər şeydə mən burada başqa bir haşiyə gördüm demə. Yəni o fikir sənə demişəmsə maraqlı, daha rahat tapa biləcəyin bir fikir. Amma daha onu hər yerdə də tətbiq etmə, çünki bu səni geri sala bilər. Amma burada artıq fikir versən başqa bir haşiyə başlayır. İkincidə yeni bir məlumat verir sənə, fikir ver. Yəni birincinin adını böhran qoya bilərsən. Gəl elə daha rahat tapmaq üçün belə bir şey qoyaq. Bax, bunun adını qoyaq böhran. Yəni birinci abzasın böhran olsun. Bunun adını belə qoysan biləcəksən ki, bu hissədə böhrandan söhbət gedir.
Amma məhz ikincinə gəlsən, 1985-ci ildə hakimiyyətə gələn Mikhail Gorbaçovun həyata keçirdiyi perestroika və glasnost siyasətləri ölkədə islahatlara yol açdı. Bax, bu Gorbaçovun hakimiyyətə gəlməyi ilə bağlı hissəni də Gorbaçovun hakimiyyəti qoya bilərsənmi? Elə lap məsələn birbaşa buradan elə seçən məsələn bax belə Gorbaçovun həyata keçirdiyi siyasət kimi. Yəni bunun adını da belə qoya bilərsənmi? Bu da oldu sənin ikinci abzasın. Hələ lakinlə başlayan da onlardır da. Hansısa bir başqa bir fikir irəli sürmür. Deyir ki, lakin siyasətlər gözlənilən nəticəni vermədi və böhran daha da dərinləşdi. Yəni hələ də onun siyasətlərindən danışır. Bu da getdi, sonra 1991-dən başqa bir haşiyə açır. Bu olacaq üçüncü abzasın. 1991-ci ilin avqustunda baş verən uğursuz çevriliş cəhdi xalqın narazılığını artırdı. Bunun da adını xalqın narazılığı qoya bilərsənmi bu bəndə? Xalqın narazılığı. Bax, bunu da buradan seçəcəm. Bil ki, bunun adını bunu qoya bilərsən. Xalqın narazılığı artırır və nəticədə, ən son hissədə nəticə yekun hissədir. Nəticədə dekabrın 25-də Gorbaçov istefa verdi. Bax, bu artıq nəticədə Gorbaçovun istefa verməyi ilə və süqutla bitir. İstefa verdi və SSR-nin mövcudluğuna son qoyuldu. Yerində müstəqil dövlətlər meydana gəldi. Nəticədə nələr baş verdi? Yəni Sovet İttifaqı süquta uğradı, Gorbaçov istefa verdi. Yəni hər şeyin sanki belə götürür ki, süquta uğramaq qoya bilərsən bunun adını. Bu da sənin yekun hissən oldu. Bu da dördüncü abzasın oldu. Yəni qısacası 4 abzasdan ibarətdir. Hər abzasına xüsusi ad qoysan, bu sənin üçün daha rahat olacaq. Baxırıq 5-ə. Baxırıq 5-ə, bu da çox maraqlı mətindir mövzusu. Altından xətt çəkilmiş ifadə ilə nəyin nəzərdə tutulduğunu, qarşısında rəqəm yazılmış hansı cümləyə əsasən müəyyən etmək mümkün olar. Yəni şərti biraz sizə qəribə gələ bilər, amma çox maraqlıdır. Yəni bu altından xətt çəkilmiş təşrih etmə ifadəsini hansısa bir qarşısına rəqəm qoymuş bir cümlədə o mənasını açmalıyıq. Bahar fəslindən gözəl çağ idi. Eşitdim ki, istedadlı şairimiz Sayman Aruz bərk xəstələnmişdir. Ramiz Rövşən ona məktub yazıb müalicə üçün yanına gəlməyi dəvət etdi. Dəvəti qəbul edib təşrif buyurdu. Biz onun müalicəsi üçün əlimizdən gələni əsirgəmədik. Sayman nurani, mehriban bir şəxs olmaqla yanaşı baməzə söhbətlər edən biri idi. Həkimləri çağırıb toplantı təşkil etdi. Məlum oldu ki, Saymanın böyrəyində daş vardır. Daşı çıxarmaq üçün təşrih etmək məsləhət görüldü. Nə qədər dilə tutduqsa, Sayman buna razılıq vermədi. 5-ci cümlədə deyir ki, 5-ci rəqəm qoymuş cümlədə həkimlərə mən portmanat deyiləm ki, məni açasınız, baxasınız, yenidən bağlayasınız cavabını verdi. 3 ay bizdə yaşadıktan sonra onu böyük təəssüflə yola saldıq. İndi burada təşrih etmək, əməliyyat üçün xəstəni bədənini açmaq, orada nə müalicə varsa onu edib yenidən tikmək mənasına gəlir. Yəni təşrih etmək, əməliyyat üçün açmaqdan söhbət gedir. İndi bunun da nəticəsi olaraq buna uyğun məna hansı cümlədədir? 5-ci cümlədədir ki, açmaq, içinə baxmaq, xəstəni və yenidən tikmək, yəni yenidən bağlamaq. Yəni bu bunu başqa bir şeylə deyir, amma bu məna gəlib bura uyğun gələ bilir. Yəni bu təşrih etmək sözünün mənasını biz burada aça bilirik. Cavabımız olur 5-ci cümlə. C variantı bizim cavabımızdır. Çox maraqlı mətnlərdən biri idi. Baxırıq bura. Almaniya 19-cu əsrin sonlarında sənaye baxımından böyük inkişaf etmişdi. Bu dövrdə Fransa və İngiltərə dünyanın siyasi səhnəsində aparıcı rol oynayırdı. Lakin Balkanlarda baş verən hadisələr Avropanın diqqət mərkəzində idi. Osmanlı dövləti artıq zəifləyir, daxili çəkişmələr, iqtisadi geriləmələr onun mövcudluğunu sual altına alırdı. Bu imperiyanın dağılması böyük geosiyasi dəyişikliklərə yol aça bilərdi. Avropanın ortasında çökmə olan bir imperiya var. Onun süqutunu istəmirik. Çünki bu böyük bir münaqişəyə səbəb ola bilər. Lakin onun bu vəziyyətdə davam etməsi də mümkün deyil. Əgər Fransa Aralıq dənizində təsir dairəsini genişləndirmək niyyətindədirsə, biz bu prosesə mane olmayacaq. Mən isə Bosfor və Dardanel boğazlarının təhlükəsizliyini təmin etmək üçün hərbi mövcudluğumuzu artırmaq istəyirəm. Bu, Alman səfirlərinin arasında gedən söhbətdir. Yəni, onlar arasında gedən danışığı bir mətn formasında biz görmüş oluruq. İndi bu mətnin plan bəndi ola bilməz, biz onları tapmalıyıq. Gəlin görək nə ola bilməz götürəndə.
Deməli, plan bəndi ola bilməz hansılar? Almaniyanın sənaye baxımından inkişaf etməyi barədə danışır. Bunu plan kimi qoya bilərəm. Almaniyanın sənaye baxımından inkişaf etməyi. Yəni, baxımından böyük inkişaf etmişdir. Yəni, bu var. Ona görə mən bunu qoya bilərəm. Mənə qoya bilməyəcəklərimi götürməliyəm. Yəni, bu var, bunu götürmürəm. Fransa və İngiltərə Almaniyadan iqtisadi cəhətdən geri qalmağı bizə bax mətnində bu deyilmir. Deyir ki, Fransa və İngiltərə dünyanın siyasi səhnəsində aparıcı rol oynayırdı. Mən bunu necə götürə bilərəm ki, geri qalırdı? Ona görə elə ikini götürə bilmərik plan bəndi kimi. Osmanlı dövlətinin süqutu böyük geosiyasi dəyişikliklərə səbəb oldu. Gəlin buna da baxaq. Burada bizə onsuz da deyir ki, Osmanlı dövləti artıq zəifləyir, çəkişmələr, iqtisadi geriləmələr mövcud sual altındaydı, dağılması böyük geosiyasi dəyişikliklərə yol aça bilərdi. Bu da deyir ki, geosiyasi dəyişikliklərə səbəb ola bilərdi. Deməli, üçü mən plan bəndi kimi götürə bilərəm. Almaniya Balkanlarda üstünlük qazanmışdı. Bax, bizə burada deyir ki, lakin Balkanlarda baş verən hadisələr Avropanın diqqət mərkəzində idi. Amma demir ki, orada Almaniya orada üstünlük qazanmışdı. Yəni, bunu bizə demir deyə biz bunu plan bəndi kimi götürə bilmərik. Nə qədər cümlə oxşasa da buna diqqət etmək lazımdır. Bosfor və Dardanel boğazlarında nəzarət hərbi məqsəd daşıyırdı. Bu da doğrudur. Deyir ki, Bosfor və Dardanel boğazlarının təhlükəsizliyi təmin etmək üçün hərbi mövcudluğumuzu artırmaq istəyirəm. Yəni, hərbi nəzarəti. Yəni, bu uyğundur. Cavab olur 2 və 4. Bu artıq mətnə görə biz bunları plan bəndi kimi götürə bilmərik. Çünki cümlə oxşasa da düzgün cümlələr deyildi. Oradakı fikri bizə vermirdi. Baxırıq 7-yə. Mətnin ideyasına uyğun gələn fikri müəyyən edin. Bir gün xan ərzaqların keyfiyyətini və qiymətlərini öyrənmək məqsədi ilə paltarlarını dəyişib bazara çıxmışdı. O, bir dükana girib yarım batman yağ, yarım batman bal və yarım batman pendir istədi. Baqqal yarım batman yağ çəkib pulunu hesab etdikdən sonra deyir: "Ağam, digər istədiklərinizi qarşıdakı qonşumdan alın. Çünki həm onun malı daha yaxşıdır, həm də qonşum hələ siftə eləməyib." Deməli, xan ikinci dükana girir və oradan yarım batman bal alınca bu baqqal ona: "Allaha şükür olsun, ağam, mən siftəmi elədim, uşaqlarımın ruzisini qazandım, qonşum isə hələ siftə eləməyib, pendiri də ondan alın," dedi. Xan ətrafındakılara: "Bu millət belə gözəl əxlaqı ilə dünyaları fəth edər," deyir. İndi gəlin görək mətnin ideyasına uyğun gələn fikri müəyyən etməliyik. Çökən bir millət uçurumun tam dibinə çatmasa, qalxmaq üçün təkan verə bilməz. Bax, burada çökən bir millətdən danışmadaq, biz bunu niyə qoyaq? Ona görə A getdi. Ərazi o zaman vətənə çevrilir ki, milli ruhla canlanmış olsun. Mən razıyam, milli ruhla canlanmış olsun. Amma mənim mətnimin əsas ideyası, əsas mətni ifadə edən fikir, ümumiyyətlə bu variantlara da baxmasan, bilməliyik ki, burada insanların mənəvi keyfiyyətlərindən danışdı ki, yəni ki, əxlaqdan, əxlaqi keyfiyyətləri yüksək olan xalq varsa, bu o dünyanı belə fəth edər. Deməli, mənim xalqım güclü xalqdır mesajını verir. Yəni, burada milli ruhdan daha çox insani keyfiyyət, əxlaqdan danışdı. Ona görə yəni bu hardasa ola bilər, amma tam uyğun deyil. Böyük şəxsiyyətləri ancaq böyük millətlər yetişdirə bilər. Burada da böyük şəxsiyyətlər, dahi şəxsiyyətlər, onu yaxşı böyük millət yetişdirə bilər fikrini də bizə tam vermir. Və D-da millətin deməli ən mühüm kapitalı xalqın mənəvi keyfiyyətləridir. Bu ən uyğundur. Çünki bunun dediyi fikrə əsasən, ümumi mətnə əsasən deyir axı, millət belə gözəl əxlaqı ilə dünyaları fəth edər. Millətin ən mühüm kapitalı xalqın mənəvi keyfiyyətləridir. Elə bu ən çox mətni əhatə edən əsas ideyadır mətndə. Ancaq sağlam milli şüura malik olan xalq öz haqqını qoruya bilər. Yəni sağlam milli şüur, sırf burada milli şüur, milli dəyər, yəni bunun yerinə daha çox insanın əxlaqi keyfiyyətini önə qoymuş deyə ən uyğunu D olmağı, yəni hamısından daha doğru gəlir mətnə. Yəni imtahanda da belə oxşar variantlar qoyacaq. Deyəcəksən hardasa bu da uyğundur, amma mətnin sırf əsas özəyini təşkil edən fikri tapmalısan. Mətnin məzmununa uyğunsuz olan aforizmi elə həmin mətnində deyə biz keçirik mətni oxumadan variantlarımıza. Bu deməli bizdə deyir mətnin məzmununa uyğunsuz olan aforizmi seçin. Əxlaq elə bir güzgüdür ki, burada hər kəs öz simasını göstərir. Bəli, elə bizim o həmin insanlarda öz simasını göstərir, o necə xeyirxah olduğunu. Bir milləti savaşsız məhv etmək istəyirsənsə, gənclərini səmimiyyətsizlik və əxlaqsızlığa alışdır. Bəli, bu da doğrudur. Axı deyir elə mənim xalqım əgər bir hücuma uğrasa, bir fəth etmək söhbət olsa, əxlaqi keyfiyyəti üstündür. Bu mənniyə gəlir. Axı deyir, bu millət belə gözəl əxlaqı ilə dünyaları fəth edər. Yəni demək, əgər
bunun əksi də doğrudur da. Yəni əksinə də yenə eyni fikir deyir. Deyir, bir milləti savaşsız məhv etmək istəyirsənsə, gənclərini səmiyyətsizlik və əxlaqsızlığa alışdırın. Yəni ki, səmimiyyət və əxlaq varsa, oranı heç kim fəth edə bilməz, amma rahatlıqla fəth eləmək istəyirsənsə, onu buna alışdır. Yəni bu da əxlaqın normal olmağını, düzgün səviyyədə olmağını təmin edən bir cümlədir. Bunu bizə təbliğ edir. Bir şeyi etdikdən sonra özünü yaxşı hiss edirsənsə, o əxlaqidir. Əgər özünü pis hiss edirsənsə, o qeyri-əxlaqidir. Bəli, bu da mətndən əxlaqla bağlı çıxan düzgün bir aforizmdir. Çünki həqiqətən də onlar elə özləri də bir-birindən xəbərsiz şəkildə çox düzgün, özünü yaxşı hiss edəcək bir əxlaqi dəyərlərlə, keyfiyyətlərlə bir-birinə qarşı danışmışdı ki, sən get onun yanına, bu deyir, sən get bunun yanına. Yəni ümumi məna bu cümlədən də, o mətndən də o mənanı ifadə edir. Əxlaqın üstünlüyü, keyfiyyətlərin, insanın dəyərlərinin üstünlüyü. Yaxşılıq insanları bir-birinə bağlayan qızıl zəncirdir. Bu da elə tam mətni əhatə eləyir. Kör körə kör deməsə bağrı çatlar. Orada get sən ondan al, sən də get ondan al deyəndə onun yaxşı mənfi mənada demir. Yəni müsbət mənada deyir ki, sən get o da sifətini etsin, get o da pul qazansın. Bu mənada yaxşılıq mənasında deyir. Amma kör körə kör deməsə bağrı çatlar. Yəni paxıllıq da mənasında, yəni bir-birinə qarşı biri də o birisini pisləmək mənasına uyğun gələn bir şeydir. Yəni bu müsbət mənada deyilən bir şey deyil və insani dəyərlərin, keyfiyyətlərin üstün tutulduğu bir mənada deyilən bir aforizm, atalar sözü ola bilməz deyə biz bunu Y variantını götürəcəyik, uyğunsuz, amma digərlərin hər biri mətnimizi əhatə edirdi. Belə əziz müdavimlərimiz, ümid edirəm ki, bu dəfəki mətnlər də sizin üçün maraqlı olduğu üçün də bəzi tiplər var idi ki, tamamilə fərqli idi. Bəzi tiplər də var ki, bugünə qədər məsələn elə bu sonuncu 2024-də düşmüş tiplərdəndir. Məncə bu tip mətnlər sizin daha da mətn cəhətdən inkişaf etməyinizi daha çox kömək edəcək və bu dəfəki mətnlərdə imtahanda sizə bu qədər abzas düşməz. Hardasa 1-2 sualı abzasla bağlı qoymuşdum. Sadəcə bunu qoymaqda məqsədim bu tipləri daha yaxşı qavrayın deyədir. Ümid edirəm ki, bu tipləri də aşacaqsınız. Sağ olun, sağlıqla qalın.